Salam yoldaşlar, sizinlə 9-cu sinif buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş sualların izahına baxırıq. Digər buraxılış imtahanlarında da istifadə olunmuş sualların izahını görmək istəyirsinizsə, kanala abunə olun və bizi izləməyi unutmayın ki, suallardan xəbərdar olmuş olasınız. Baxaq birinci suala. Düzəltmə sözləri istəyir bizdən. Dil, dilə, dilək. Düzəltmədir. Kələk, sadə, oyaq, sadə, dayaq, düzəltmə, qovaq, sadə, bəzək, düzəltmə. Cavab olar B bəndi. Hansı cümlədə adi, azaltma, çoxaltma dərəcəli sifətlər var? Bax elə E bəndində ağ, adi, sarımtıl, azaltma, tünd, qırmızı, çoxaltma dərəcəli sifətdir. Cavab olar E bəndi. 29-da hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Qışlaqda elə A bəndi şərtimizi ödəyir. Qonağa, qonağa olmalıdır. Buruğun, dağlar, yarpağı. Digərləri şərtimiz ödəmir. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Bilirik ki, qeyri-müəyyən şəxsli cümlənin xəbəri üçüncü şəxsdə olur, üçüncü şəxsin cəmində olur və feili xəbərli olur. Ona görə A, C, E bəndi çıxır. D bəndi şəxsiz cümlədir. Yazılmayan kitabı vərəqləməzlər. B bəndi bizim şərtimizi deyir. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Bax, zərfliyin mənaca iki növ işlənmişdir. Baxıram, mən gələndə yağış yağırdı. Burada nədir məsələ? Nə edirdi yağırdı? Nə yağış? Nə zaman? Mən gələndə. Burada zaman zərfliyi var. 2-də mən gələndə mağazadan kitabı aldım. Nə etdim aldım? Nəyə kitabı? Tamamlıq. Mağazadan. Haradan? Zərflik. Mən gələndə zərflik. Bax, 2-yə gedər A. Mübtəda isimlə ifadə olunmuşdur. Mübtəda isimlə ifadə olunmuşdur. Mən gələndə yağış yağırdı. Nə edirdi? Yağırdı. Nə yağış? Birinci şərtimizi ödəyir. 1-ə gedər B. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Birinci cümlədə mən gələndə yağış yağırdı. Mən gələndə zərflik ikinci dərəcəli üzvümüzdür və yalnız biri işlənib. İkinci cümlədə mən gələndə 2 dənə zərflik var, 1 dənə tamamlıq var. Şərtimiz ödəmir. Ona görə 1-ə B, C, 2-yə A. Nədir? E bəndinə baxaq. İlk söz cümlədə kim sualına cavab verir? Mən kim sualına cavab verir? Bəli. Bax, demək əmr cümləsidir. Bu şərtimiz ödəmir, çünki əmr cümləsi deyil. Nəqli cümlədir. Burada zaman şəkilçisi var. Cavabımız olar C bəndi. 32. Bir balaca boyu var, amma dam dolusu toyu var. Hansı bağlayıcı işlənmişdir? Burada məhz bağlayıcı deyil, məncə modal sözdür, amma bizim şərtimizi ödəyir. Ya indiki bunlar şərtimizi ödəməz. 33. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Cavab olar elə C bəndi. Kaş ədatdır, arzu ədatı o cümlədən bağlayıcıdır. Gah ötürü, ötürü burada qoşmadır. B bəndində, E bəndində məhz ədatdır, şərtimizi ödəməz. A bəndində əlbəttə modal sözdür, D bəndində daha ədatdır. Şərtimiz ödəməz. Cavab olar 33-də C bəndi. 34-də hansı cümlədən mübtəda fe'li sifətlə ifadə olunmuşdur? Fe'li sifət tərkibi ilə ifadə olunmuşdur daha doğrusu. Bax, A bəndində bu söhbəti yayanları sədr cəzalandırmışdı. Nə etmişdi? Cəzalandırmışdı. Kim? Sədr. A bəndi şərtimiz ödəməz. B bəndində bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim böyük əmimdir. Kim? Bu rəsmləri çəkən. Xəbər 3-cü növ təyin söz birləşməsində ifadə olundu. Cavabımız olar B bəndi. Mübtəda da fe'li sifət tərkibi ilə ifadə olunub. Baxaq növbəti sualın izahına. 35-də. Hansı həmcins mübtədalı cümlələr müəyyən edin? Bax, daşlı kəsəkli səhrada böyük şəhər salınmışdı. Nə etmişdi? Salınmışdı. Daşlı kəsəkli səhrada. Burada mübtəda yoxdur, həmcins mübtəda yoxdur. Dünəndən nə yatır, nə də dincəlirdi. Maksimum burada həmcins xəbər olar. Səhər açılar açılmaz, bağçanı və həyəti səliqəyə saldı. Burada bağçanı və həyəti səliqəyə. Burada da həmcins mübtəda yoxdur. D bəndində zəngin vurulduğunu və müəllimin gəldiyini indi bilirdi. Maksimum həmcins tamamlıq olar burada. Mübtəda yoxdur. Böyük və kiçik də meydana axışırdı. Nə edirdi? Axışırdı. Kim? Böyük və kiçik. Burada həmcins mübtəda işləndi. Cavab olar E bəndi. 36-da fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'li bağlama hərəkətin zamanını bildirir. Bax, nə deyir bizdən? Fe'li bağlama hərəkətin tərzini bildirir. Bax, A bəndində düşmən qorxub geri çəkildi. Burada səbəb bildirir. A-nı heç birisini yazmarıq. Ona görə B mənim cavabım olmaz, D mənim cavabım olmaz. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Nə zaman? Hərəkətin zamanını bildirir. 2-yə gedər B. 2-yə B gedirsə, E-ni çıxaram, A-nı çıxaram. Cavabım oldu C bəndi. Uşaq ayağını yerə dirəyib, ayaq üstə durmaq istədi. Bax, burada hansı tərzdə? Tərz bildirir. 1-ə gedər C. Ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Zaman 2-yə gedər D. O əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Nə zaman? Əllərini, hansı tərzdə? Əllərini qoynuna qoyaraq. Bax, bu da tərz bildirir. Cavabımız olar C bəndi.